Ağdaşdan gələn fermerlərə Finlandiya istehsalı olan və yeni gətirilən 2 kombayn verilib. 75 nəfər fermerin isə müraciətlərinə baxılıb. Bütün bunlar Kənd Təsərrüfatı Naziri İsmət Abbasov Uzarda keçirdiyi qəbulda reallaşdırılıb. Kənd Təsərrüfatı Naziri İsmət Abbasov Agrolizing Açıq Səhmdar Cəmiyyətinin Ucar rayonlar arası təhqiqat bazasının inzibati binasında 5 rayonun Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay sakinləri ilə görüşüb. Görüşdə iştirak edən 75 fermerin təsərrüfatında qarşılaşdığı problemlərinə dair müraciətləri dinlənilib. Fermerlərin isə müraciətləri əsasında kənd təsərrüfatında subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, onun verilmə mexanizminin sadələşdirilməsi, torpaqların şoranlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və kənd bələdiyyələrinin azyararlı torpaqların öz hesabına yaxşılaşdırılıb, əkin istehsalçılara verilməsi olub. Həmçinin müraciətçilər bildiriblər ki, Zərdab rayonunda yun emalı sexinin tikilməsinə köməklik edilsin. O cümlədən süni mayalanma ilə alınan buzovların saxlanılmasına əlavə subsidiyaların verilməsi, mineral gübrələrin 30-40% aşağı salınması, çəltik üydən mini dəyirmanın lizinqə verilməsi kimi təkliflərə baxılsın. Bizim də tələbimiz nədir? Sənətkarıq. Hər şey hamısından da başımız çıxır. Sənətkarıq, biz istəyirik ki, bax bu təzə işlək maşında nizam işləyəndir. Götürək, işlədək, ondan sonra hökumətə nə qədər lazımdır, həmin o kombaynların ödənişini də eləyərik. İncəsi ilkin ödənişə bizim gücümüz çatmır ki, ilkin ödəniş eləyək. Qəbula gələn sakinlərin bəzilərinin problemləri müvafiq qaydada yerində həllini tapıb. Digər problemlərinin həlli üçün isə aidiyyatı üzrə tapşırıq verilib. Həmçinin elə oradaca Ağdaşdan gələn fermerlərə Finlandiya istehsalı olan və yeni gətirilən kombaynlardan ikisi onlara verilib. Onu da qeyd edək ki, agrolizingin xətti ilə Finlandiyadan gətirilən 12 ədəd kənd təsərrüfatı texnikasına baxış keçirilib. Bildirilib ki, həftə sonuna qədər bu texnikaların sayı rayonda 40-a çatdırılacaq. Bugünkü bu görüş ərəfəsində bilirsiniz, Agrolizing Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına, eləcə də təkrar istifadə olunmuş vəsaitlərin hesabına vaxtaşırı texnikalar alır və bugün də 20 kombayn, 20-dən yuxarı ekskavator və digər kənd təsərrüfatı texnikalarına baxış oldu. Bu, arxamızda duran kombayn ən müasir kombaynlardan biridir. Finlandiyadan alıb gətirilmişdir və bu kombaynların bir hissəsi əlbəttə lizinqə veriləcəkdir. İstəyən insanlar lizinqə götürəcəklər Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq. Amma belə də aqroservislərə paylanılacaqdır və aqroservislər bu il biçin zamanı bu kombaynlarda istifadə edə biləcəklər. Samir Göyçaylı, Şahin Qurbanzadə, LTV Ucar.